Yeniyetməlik dövründə əsasən hansı sağlamlıq problemlərinə rast gəlinir? Bu dövrdə nə kimi fiziki və emosional dəyişikliklər müşahidə olunur? Valideynlərə nələri bilmək tövsiyə edilir? Niyə bunlar baş verir? Uşaq çox qorxur. Qorxduğu üçün gizlədir valideyndən. Valideynin gizlətdiyi üçün bəzi mənfi hadisələr baş verə bilir. Çoxlu danışın, izah eləyin, onlara sizə güvəndiyinizi hiss elətdirin. HB Güvən Klinikasının pediatrı Dr. Gülnar Abdullayeva danışacaq. Hər vaxtınız xeyir olsun əziz tamaşaçılar. Mən Dr. Dilbər Rahim. Səhhətimizin bugünkü buraxılışından hər birinizi salamlayıram. Verilişimizə Ege Hospitalın Reproduktiv Təbabət Mərkəzinin baş sponsorluğu ilə baxırsınız. Əziz valideynlərimiz, ekrana yaxın əyləşin, rahat əyləşin, çayınızı, kofenizi hazır eləyin. Bugün uşaqlarımızdan danışacağıq və bugünkü qonağımız bir pediatrdır. İstərdim onu sizlərə təqdim edeyim. Bugünkü pediatrımız, bugünkü həkimimiz HB Güvən Klinikasının pediatrı Gülnar Abdullayevadır. Necəsiz doktor? Təşəkkür edirəm, siz yaxşı olasınız. Təşəkkürlər, xoş gördüm sizi. Çox sağ olun. İstərdim elə başlayaq yeniyetmələrimizdən ki, Tamam. yeniyetmələrimizin istərdim, yəni biz nə vaxt bu uşaqlara yeniyetmə deyirik? Yaş qrupu necə olur? Ümumiyyətlə, yeniyetməlik dövrü qızlarla oğlanlarda bir qədər fərqli başlayır. Qızlarda 8-13, oğlanlarda 9-14 yaş hesablanır. Amma son protokollarda, son konferansımızda dedilər ki, 19-24 yaşa qədər uzana bilir və bəzi valideynlər deyir ki, vau, yəni çox uzandı. Mən onlarla da yeniyetməlik Məncə də. Çünki yeniyetməlik dövrü çətin dövrdür. Yəqin ki, valideynlər məni bu anlamda nə dediyimi anladılar. Deməli, bu yaş qrupu qızlarda adətən oğlanlara nisbətən 2 il daha erkən başlayır. Yeniyetmələr, mən elə bilirəm ki, insanlığın başqa bir aləmidir və hər zaman deyirəm, 2 yaş qrupundan həmişə ehtiyat edirəm. Bir 40 gününə qədər olan yeniyetmələr, yeni doğulmuşlar, bir də yeniyetmələr. Yəni, yeniyetmə bir insan, yəni bir kontroldan çıxdı mı və yaxud ailə bağı qırıldısa, hər bir yola doğru yönələ bilər. Sanki onun xarakterinin formalaşması, bir psixiatr yoldaşımız, həkim yoldaşımız vardı, deyirdi ki, onun xarakterinin formalaşması sırf bu yaşda başlayır, bu yaşda olur. Xəmir kimi də necə yoğursan, o cür formada da gedəcəkdir. Ona görə də həm həkim, həm psixoloq, həm psixiatr, həm mama, həm ata çox diqqətli olmalıdır bu yaş qrupunda. Və bu sanki bir uşaqlığın böyüklərə keçid dönəmidir, böyük yaşa keçid dönəmidir. Və bu dönəm, məhz belə deyirlər, keçid dönəmidir, keçid yaş qrupudur, yeniyetmədir. Boş ver, yeniyetmədir, heç nə olmaz, yeniyetmədir. Yeniyetmədir də, belə olur xarakteri. Amma əslində qalsa, məsuliyyətlə tanış olduğu ilk yaşlar əslində qalsa, başlayır ondan üçün. Bir də bilirsiniz, indi o qabaqda ondan danışacağım, valideynlərlə bəzilərinin xarakterlərində uyuşmamazlıq, bəzən ailədə həssas dönəmdə, ailədə əgər həssaslıq varsa, ata-ana arasında və ya ailə daxili bir problem, münaqişə varsa, yeniyetməyə o daha çox sirayət edir. Ona görə də bizdə belədir. Yeki uşaqdır da, 13-14 yaşı var, nə, aparacağım həkimə. Amma inandırım sizi ki, məhz o yaşda getmək lazımdır. Elə onun ən böyük ehtiyacı olan vəziyyətidir, dönəmidir. Doktor, elə başlamışkən özünüz qeyd elədiniz, müayinə məsələsi, həkimə aparmaq məsələsi, müayinə necə olmalıdır məsələ yeniyetmələrdə? Ümumiyyətlə, yeniyetmə dövründə biz bir uşağı müayinə edən zaman mütləq şəkildə tam müayinəmizi edirik. Məsələn, onların boyudur, çəkisidir. Çünki yeniyetmə dövründə boy sürətlə artmağa başlayır və boyun sürətlə artması, məsələn, qızlarda ən çox skalyoz problemi verə bilir. Ona görə də biz onların skalyozuna mütləq diqqətli şəkildə baxmalıyıq. Və boy sürətlə artdığı üçün, çəki artdığı üçün xəstənin, uşağın, pasientin vitamin D, kalsium, dəmir ehtiyacı var. Yəni, yaxşıdır hər şey, heç bir şeyə ehtiyac yoxdur deyib də uşağa o ehtiyacları kəsmək olmaz. Və oğlanlar, qızlar müayinə olunan zaman bəzən çəki artıqlığı,
bütün günü oturaq həyat və bu gün bir neçə yeniyetməm olub. Bizim vaxtımız yoxdur, biz bütün günü hazırlıqlardayıq, biz bütün günü oxuyuruq, idmana gedir, yox, bir həyatda gəzir, yox. Məsələn, mən yadımdadır ki, biz o qədər həyatda oynayardıq ki, valideynlər pəncərədən qışqırardılar, evə gəl, bəsdir, küçədə qalma. Amma biz əksinə uşağı küçəyə dartmağa başlamışıq. Telefonla daim bu cür formanın oturulması, sanki boyun önə doğru və yaxud da o qulaqcıqların taxılıb daim oyunda oynanması çox təəssüf ki, bütün skelet əzələ sistemini pozur, piylənməyə gətirir. Piylənməyə gətirmək erkən cinsi inkişafı gətirir. Erkən cinsi inkişafı gətirmək erkən qocalma deməkdir. Ona görə də mütləq şəkildə yeniyetmənin birincisi o çəki və boyuna fikir vermək lazımdır. Əgər boy normadadırsa, əla. Əgər geridirsə, lazım olan dəyərlərə pediatr baxdıqdan sonra endokrinoloqa xəstəni yönəldir. Əgər kökəlmə varsa, artıq biz burada başlayırıq. Uşaq niyə kökəlib, nəyə görə? Yeniyetmələr yeməyə qətiyyən diqqət etmir. Səhər qidası yoxdur. Yəni, səhər yemədən evdən çıxır, vaxtım yoxdur. Sizə belə bir yeniyetməklə söhbət edirəm. Deyirəm, necə də iş qab? Mən saat 2-yə qədər yatıram, 5-də duram. Belə olmaz. Yəni, 3 saat insan yatmaz. Mütləq şəkildə qayda qanun var. 7 saat o yaşda 13, 14, 11, 18-ə qədər ümumiyyətlə insan 7 saat yuxusunu almalıdır və bu əl xüsusi yeniyetməyə aiddir. Çünki gecə xüsusi aralıq var ki, orada boy hormonu sintez olunur. Hansı ki, o hormonun sintez olunması zamanı bunun boyunun artmasına xidmət göstərir. Əgər bu adam o vaxtda yuxuda deyilsə, oyaqdırsa, oyanıb, dərs eləyirsə, o zaman hansı ondan söhbət gedə bilməz və o aralıq, yuxusuzluq təbii ki, onun həyat keyfiyyətini düşürdür. Və bu 5-də oyanır, atışdırmalıqlar başlayır, 9-da, 8-də yeməyini yemir. Mütləq şəkildə valideynlər mütləq və mütləq yuxu rejiminə fikir verin. Yəni 11-12-də işini bitirib yatmalıdır. Maksimum, yəni ən minimum 6 saatını yatmalıdır. İdeal 7 saatdır. 8 saat lap doğru. Deyir, vaxtım yoxdur mənim. Mənim vaxtım yoxdur. Yəni qoya bilmir, quraşdıra bilmir. O zaman biz baxırıq nəyə vaxtı ayırır, onu biraz azaldırıq. Telefon. Eyni yerdə oturmaq, telefona girmək. Mən deyirəm ki, texnologiya inkişaf əla, superdir. Amma müəyyən saat aralıqla. Yəni, telefona verdiyim vaxtda eyvana çıxıb, həyata çıxıb, 15 dəqiqə piyada gəzmək, əl-ayaqların hərəkət etməsi daha gözəldir. Müayinədə bundan başqa mütləq yeniyetmələrdə təzyiq yoxlanılmalıdır. Buna diqqət olunmur. Təzyiq mütləq şəkildə yoxlanılmalıdır. Çünki təzyiqin yüksək olması baş ağrıya, göz ağrılarına səbəb olar. Görmənin yoxlanılması mütləq. Bir pasiyent var idi, biz görmə müayinəsini göndərdik və başa düşdük ki, görməsi zəif imiş uşağın. Deyirəm ki, sən hiss eləmirsən ki, bəs görmə zəifdir. Deyir, mən elə bilirəm ki, bu normaldır. Yəni, amma deyir, mən eynəyi taxandan sonra mən başa düşdüm ki, ətraf necə gözəldir və bu uşağa diqqətsiz deyirmişlər. Sən demə, lövhəni görmürmüş və çox qapalı uşaqdır, soruşmağa utanırmış. Eynək taxandan sonra, lövhəni gördükdən sonra artıq sərbəst şəkildə daha yaxşı ortama girir, dərslərini oxumağa başlayır. Amma əslində görün nə qədər o şəkildə, o nümunədən nə qədər elə uşaqlar var. Çoxdur. Mütləq görmə yoxlanılmalıdır. Və qan təhlilləri. Mütləq şəkildə qızlarda menstrual sikl olduğu üçün mütləq qan dəyərləri, dəmir, feritin yoxlanılmalıdır. Oğlanlarda boy sürətlə inkişaf etdiyi üçün dəmir, feritin, kalsium, vitamin D yoxlanılmalıdır. Gündəlik doz 1300 mg kalsiumdur, 600 beynəlxalq vahid vitamin D-dir, sonra 15 mg dəmirdir. Bunları gündəlik onlar almalıdırlar. Bunlar mütləq şəkildə xəstələrə verilməlidir. Qan təhlilləri olunmalıdır və əgər orada azalma varsa başqa cür profilaktik bu cür mütləq verilməlidir. Çünki onu unuduruq, deyirik ki, böyük uşaqdır da. Balıq yağı daha çox mənə sual verirlər. Balıq yağı məsələsi biraz mübahisəli məsələdir. Onu belə deyirəm, yəni mən həftədə 3-4 dəfə yeyirsə ehtiyac yoxdur. Əgər 3-4 dəfədən yemirsə və ya ilgəni peşi yemirsə, oluna bilər, verilə bilər. Amma balıq yağı qida əlavəsidir, yəni bir dərman deyil, yəni bir xüsusi bir dərman deyil, qida əlavəsidir. Mən bunun əksikliğini gördüm də onu normala çatdırmaq üçün verməliyəm, bu şəkildə verilir. Yəni balıq yoxdursa rasionumuzda mütləq şəkildə bəli, o olunmalıdır, rasiona daxil yoxdursa balıq kapsul şəkildə verilə bilər. Elə oradan gələk qidalanmanı soruşum sizdən əsas ki. O qədər bu qidalanma bizim yaralı yerimizdə. Niyə? Çünki yeniyetmələrdə kəskin qastrit
selüloidlər, mədən-zirkli qişasının iltihabı çox yayılıb. Səbəb düzgün qidalanmamaqdır, tez-tez qidalanmaqdır. Abur-cuburla, yəni hazır içəcəklərlə, hazır enerjili içəcəklər, hazır qazlı içəcəklər, hazır yeməklərlə qidalanmalıdır. Çox xahiş edirəm, valideynlər buna diqqət etsinlər. Mən bir yeniyetməyə dedim ki, götür də hazır o quru meyvələr, meyvə. Dedi, uşaqlar mənə gülür, mən onu götürə bilmərəm. Biraz uşaqlar arasında da bu məsələ vardır. Ona görə də mütləq şəkildə deyirəm, xahiş edirəm valideynlərə ki, o mesajı uşaqlara ötürün ki, yəni faydalı qidalansınlar. Mütləq səhər yeməyi, mütləq. Ara öğün olaraq meyvə ola bilər. Ara öğün olaraq quru çərəz ola bilər, quru meyvələr ola bilər. Sulu yemək gündə bir dəfə verilməlidir. Qazlı içəcəklər, çipsi, kola, fanta, nə bilim enerji içəcəklər içməyin, mədəni məhv etməyin. Mütləq tərəvəz, göyərti, süd və süd məhsulları allergiyamız yoxdursa verilməlidir. Vaxtı-vaxtında yeyilməlidir. Yatmamışdan 2 saat qabaq, 3 saat qabaq yemək kəsilməlidir. Çünki yeyə-yeyə yatmağa getdikdə reflüsü varsa artmaya bilər. Başqa işləyir, siz yatdığınız müddətdə belə o işləməyə davam edir. Və reflüsünü edir. artıra bilər. Buna da mütləq diqqət etmək lazımdır. Az öncə vurğuladınız əslində yeniyetmələrdə ailə ilə olan münasibət, onların indiki həmin durumunun belə deyək, öz yaşamlarına təsiri və s. psixologiyalarından biraz danışmaq istərdim onların. Yeniyetmə psixologiyasına həmişə çox ehtiyat edirəm. Bilirsiniz, onlar çox fərqlidirlər, yəni həm çox maraqlıdırlar, həm çox fərqlidirlər. Mən valideynlərə deyirəm ki, dinləyin onları, yəni dinlə. Baxın, hər hansı bir təhlükə öncəsi də o xəbər verir. Bax, çox özünə qapanıqdırsan, yəni nəsə bir qeyri-adi uşağınızın dəyişildiyini hiss edirsinizsə, məktəbə getməkdən imtina edirsən, nəsə bir qapalılıq var, yəni əvvəlki uşaq deyilsə, lazımsa araşdırın, müəllimləri ilə danışın, ətrafdakı dostlarını araşdırın, lazımsa bir izləyin, baxın, amma yeniyetməni boş buraxmayın. Mütləq şəklində ətrafını, özellikle demirəm, özəl şəxsi əşya deyir ki, onların çoxsu, bu mənim şəxsi alanımdır, bu şəxsidir, özlərini böyümüş hiss edirlər. Çox o şəxsi sərhədləri, mən deyirəm valideynə ki, uşağınızı sevin, amma sərhədlərinizi bilin. Çoxlu danışın, izah eləyin. Onlara sizə güvəndiyinizi hiss elətdirin. Çox zaman niyə bunlar baş verir? Uşaq çox qorxur, qorxduğu üçün gizlədir valideyndən. Valideynin gizlətdiyi üçün bəzi mənfi hadisələr baş verə bilir. Mütləq şəkildə onu, yəni mütləq şəkildə çox danışın. Valideyn ətrafına hər şeylə maraqlanın. Valideyn elə bir vəziyyət yaratmalıdır ki, uşaq rahat-rahat gəlib ona izah edə bilsin. Baxın, əziz valideynlər, əgər uşağınız hər səhər məktəbə gedəndə qusursa, məktəbdə gedib məhz qarnı ağrı tutursa və ya ishalı başlayırsa və ya sidi ifrazı çox məktəbdə baş verirsə, bu sinirsel ola bilər. Onu tətikləyən, onu narahat edən bir məqam var. Psixolojik ola bilər. Təbii ki, bütün müayinələrdən keçirsə. Yaxşı, mən valideynə sual verirəm. Tamam, anladım, hər şeyi başa düşdüm. Amma niyə məhz məktəbdə qusma baş verir? O qədər stres, həyəcan keçirdir ki, çox təəssüf ki, bizim uşaqlar bizim qədər belə möhkəm psixologiyalı olmaya bilirlər və hamı kimi olmaya bilir. Niyə məhz gedir məktəbdə qusur? Demək ki, qorxur, nədənsə stres keçirdə bilər. Amma yox, bütün günü qusma qaytarma varsa, o heç. Sırf ona diqqət edin. Çox vaxt keçirdin, nəzarətsiz saxlamayın. Demirəm, daim kontrol, yəni o şeyi, necə deyim, o stabilliyi, o sərhədləri gözləyərək mütləq onlara nəzarət edib, onlarla kontakta girməyi bacarın. Ehtiyac olsa, hətta bir belə deyək, yeniyetmə psixiatrından məsləhətləşmələri lazım ola bilər. Çox lazım olur. Uşaq psixiatrına deyəndə ki, doktor, mənim uşağımın nə problemi var ki, psixiatrik əqli geriliyi yoxdur. Mənim uşağım dəli deyil, belə deyə bilər. Amma elə şey var ki, o zaman onu psixiatr ortaya qoya bilər. Məsələn üçün, çox təəssüf hiss edirəm ki, qızlarımızda arıqlamaq istəyi olduğu üçün bəzi yeniyetmələrdə bulimiya, anoreksiya kimi şikayətlər, qusturaraq özünü arıqlamaq, iştahdan tamamilə kəsərək özünü arıqlamaq kimi simptomlar ola bilər. Qız mamaları bunlarda çox diqqətli olsun. Ümumiyyətlə, qusma şikayətində mən çox ehtiyat edirəm. Yəni, o altından çox şey çıxar, doktor. Çox şey çıxar. Ona görə də, yəni, bax, bunlarda diqqətli olun. Yəni, əşə uşaq da düzələr, əşə heç nə olmaz deyib keçməyin. Aydındır, doktor. Aydındır.
Keçək o zaman qan analizlərinə. Bayaqlar özünüz əslində vurğuladınız. Hə, o analizlərimizdə qan analizlərimiz necədir? İldə bir yoxlanmaq vacibdir. Ən azı 2 ildə bir mütləq qan təhlilləri olmalıdır. Qan ümumi analizi dəmirdir, feritindir, kalsiumdur, vitamin D-dir, yoxlanılır. Qan təzyiqi haqqında bayaq dedim, o mütləq yoxlanılır. Bəzi uşaqlarda qanda xolesteroldur, lipid fraksiyalardır. Bunlar da yoxlanması məsləhət görülə bilər. Aydındır. Az öncə əslində vurğuladınız, vitamin D olsun, digər vitaminlərin əksikliyi və s. Onların belə deyək, hər hansı bir fəsadı gələcək illərdə görə bilirik, yoxsa yox? Biz orada necədir? Yeniyetmə dövrünü yaxşı keçirtmək üçün əlavə verdiyimiz bu qida əlavələrini yaxşı alırsa uşaq, məsələn, boyun artmasıdır, dərsdə davamiyyətdir, çəkinin düzgün şəkildə olmasıdır, özünün tam sağlam olmasıdır, həyat keyfiyyətinin yüksək olmasıdır. Bunlar hamısı o qida əlavələrinin və qanda olan dəyərlərdən asılıdır. Əgər buna valideyn və doktor düzgün nəzarət eləsə, uşağın da gələcək üçün olan inkişafıdır, tam sağlam böyük insan kimi formalaşmağında böyük rolu vardır. Bir də yaddaş doktor. Əsas yaddaş. Heç yeniyetmələr yox, bizim özümüz üçün yaddaş. Baxın, yaddaşı artıran dərman, yəni biz pediatrlar tərəfindən yazılmır, yoxdur və çox sual verilir o haqda. Birinci, yaxşı yatmaq. İkinci, sənin diqqətini yayındıracaq əşyalardan, hadisələrdən uzaq durmaq, yəni telefon. Düzgün qidalanmaq mütləq şəkildə, vaxtını düzgün bölmək və təbii ki, qan dəyərləri. Yəni qan azlığı olarsa, yaddaşsızlıq olar, qanı çox aşağı olarsa, yaddaşsızlıq olar. Xroniki vitamin azlığıdır, mütləq xroniki vitamin, bəli, aha. azlığı aşağı olarsa, yaddaşsızlıq olar. Xroniki xəstəlik olarsa, məsələn, şəkərli diabetlər var, hipotiroidlər var, onlarda yaddaşsızlıq olar. Yəni bu faktorlar hamısı yerinə qoyub, aşırı dərəcədə yaddaşsızlıq olarsa, diqqət əksikliyi sindromu diaqnozu qoyularsa, o artıq başqa psixiatrlar tərəfindən dərman tövsiyə oluna bilər. Orada da yəni ciddi dərmanlardır. O dərmanlar biz pediatrlar tərəfindən verilmir. Amma yaddaş gücləndirən dərman mövcud deyil. Bəzi ədəbiyyatlardan omega 3, omega 6-nın yaddaşın inkişafında, sinirsel inkişafda, göz inkişafında effekti olduğu göstərilmişdir. Təşəkkür edirəm doktor Gülnar xanım. Yenə həmişəki kimi pozitiv bir şəkildə məsələyə açıqlıq gətirdiniz. Valideynlərimiz üçün də çox xoş oldu yəqin ki bu veriliş. Ümid edirəm gələn verilişlərimiz olar sizlərlə. Çox sağ olun, təşəkkür edirik. Əziz tamaşaçılarımız, bugün Gülnar xanım bizlərlə idi. İstərdim onun iş yerində sizlər üçün təkrarlayım. Gülnar Abdullayeva pediatr həkimimiz HP Güvəndə qəbuluna yazıla bilərsiniz əlbəttə ki. Əziz tamaşaçılarımız, bir verilişin daha sonuna gəldik. Səhhətimiz verilişinə tək ARB TV ekranlarından yox, həm də sosial media hesablarından baxa bilərsiniz. Səhhətimiz sağlam gələcəyin təminatı əziz tamaşaçılar. Gələn görüşlərə dək.